hazırki iş yerin sənin üçün xeyirlidirmi? Burada irəliləyiş olacaqmı və ya başqa iş olacaqmı? Daha yüksək bir iş. Nəzərinizə çatdırıram ki, belə deyim, bu öz işi olan, öz işini quran, öz biznesindən əlaqədar deyil də, hardasa maaşlı bir işdə işləyirsən və onunla aiddir ki, yəni bu iş yerində axırım yaxşıdırmı, istədiyim kimi yüksəliş olacaqmı, ya vəzifə, ya maddiyyat və yaxud da ki, başqa bir iş olacaqmı? Gəl baxaq, hazırki iş yerində ümumi vəziyyət hansı enerjidədir? Hazırki iş yerində ümumi vəziyyət hansı enerjidədir? Hazırki iş yerində ümumi vəziyyət, belə deyək də, stabil bir enerjidədir. Amma burada bir məsələ var. Burada vəzifən ola bilər hansısa bir, statusun ola bilər, amma maaş cəhətdən o deyil də, yəni. Amma yüksəlmək istəyirsən, yəni burada daha çox elə bil ki, burada qazananlar daha çox rəhbər vəzifəsində olanlardır. Sən sadəcə yükün ağır ola bilər, işləyirsən, amma ortada yəni istədiyin bir qazanc yoxdur. Və yaxud da ki, belə deyim, əməyin maaş olaraq düzgün dəyərləndirilmir. Aşağı bir maaşdır və yaxud da ki, bir şəkildə çatdıra bilmirsən, bu məsələdir. Okey, gəl belə baxaq. Bu iş yerində işləməyə davam etsən, sənin üçün birinci baxaq, vəzifə yüksəlişi olacaqmı? Bu iş yerində işləməyə davam etsən, vəzifə yüksəlişi olacaqmı sənin üçün? İşləməyə davam etsən, vəzifə yüksəlişi olacaqmı? Mən burada vəzifə yüksəlişi görmürəm. Mən burada sadəcə elə bil ki, yerində addımlamağını görürəm. Çünki burada ya elə bir işdir ki, vəzifə yüksəlişi kimi bir potensial yoxdur, ya elə bir işdir ki, elə ən yüksək vəzifədə sən ola bilərsən. Burada çox az ehtimalda ən yüksəkdə sən olanlar var. Yəni burada bir irəliləyiş yoxdur. Konkret olaraq vəzifə yüksəlişi yoxdur. Yaxşı, belə baxaq. Bəs bu işində işləməyə davam etsən, maaş yüksəlişi olacaqmı? Maaşın artacaqmı? Maaş yüksəlişi olacaqmı? Maaş yüksəlişi də o deyil. Deyirlər, məsələn, deyə bilərlər ki, hə, maaş artımı söhbəti var və yaxud da ki, qazancın artımı söhbəti var. Amma burada bəzilərinizdə bilirsiniz necə var? Elə bir ki, ola bilsin burada hansısa bir faiz, hansısa bir premiya kimi bir şeylərlə, məsələn, ürəkləndirə bilərlər. Amma tam o deyil. Yenə də baxaq, bu işində işləməyə davam etsən, irəlidə maaş artımı olacaqmı? Sənə maaşını artıracaqlarmı? Yenə də o deyil. Xeyr. Yəni, burada irəliləyiş yoxdur, bunu bildik. Okey. Və mən sizə bir şey deyim ki, burada zaten bir müddət sonra buradan çıxmaq niyyətim var, çıxmaq fikrim var və ya hələ də indi də axtarırsan bəlkə də. Gəl baxaq. Bu ilin sonuna kimi burada işləsən, xeyirlidirmi sənin üçün? İşləyəcəksən ümumiyyətlə. Bu ilin sonuna kimi hazırki iş yerində işləyəcəksənmi? Hazırki iş yerində bu ilin sonuna kimi işləyəcəksənmi? Yəni, sənin yerini tərpədən yoxdur. İstəsən bu ilin sonuna kimi, istəsən gələn ilin sonuna kimi işləyə bilərsən. Amma burada sənin könlüncə olmayan bir durum var, maddi durum var, hansı ki, yəni tamamlanmır və burada nə qədər də qalsan, o qədər də elə eyni yerində qalırsan. Gəl yenə baxaq, bəs başqa iş axtarsan bu il başqa işə keçəcəksənmi, başqa iş tapıb başqa işə girəcəksənmi, bu il başqa bir iş tapıb başqa işə girəcəksənmi, bu il başqa bir iş tapıb başqa işə girəcəksənmi? Ümumiyyətlə, burada sən ola bilsin, komfort zonadan çıxmaq istəmirsən və yaxud da ki, bu iş yerində ola bilsin, nə bilim, müqavilə ilə işləyirsənsə, bu il o müqavilə bitməyinə hələ var. Yəni, belə bir şey var. Çünki burada özünün də qərarsızlıqların ola bilər, gəlgetlərin ola bilər və yaxud da ki, burada elə bir situasiya ola bilər ki, məsələn, başqa yerə keçsən mane ola bilərlər. Hər nədirsə, yəni bu il yoxdur. Ümumiyyətlə, başqa bir yerə keçəcəksən, ümumiyyətlə, başqa iş tapıb başqa bir işə girəcəksənmi? Başqa iş tapıb başqa işə girəcəksənmi? Başqa iş tapıb başqa işə girmək burada ola bilsin sənin iş yolunda olan blokajlarda, ola bilsin duyğusal cəhətdən, yəni könlüncə olan bir iş mi yoxdur. Yəni elə bil ki, fikir olur, amma o fikir geri dönür. Fikir olur, o fikirdən dönürsən. Belə bir şey var. Yenə baxım, başqa iş axtarsan, tapacaqsanmı? Gəl belə baxaq. Başqa iş axtarsan, maaş cəhətdən, status cəhətdən səni təmin edən başqa bir iş tapacaqsanmı?
Seçimlər çox az görürəm burada sənin üçün. Ola bilər, hardansa kiminsə vasitəsilə, amma axtarsan yaxın olan bir insan ola bilər ki, o insandan məsələn söz veribdir, amma hələ ki bir şey yoxdur, yəni bir çıxış yolu yoxdur. Məsələn deyib ki, həmən danışaram sənin üçün, amma hələ ki bir şey yoxdur. Və görmürəm burada, hələ ki başqa bir iş görmürəm. Yenə də baxaq. İş yerini dəyişəcəksənmi? Ümumiyyətlə iş yerini dəyişmək çıxacaqmı? İş yerini dəyişəcəksənmi? Ümumiyyətlə dəyişməyin var. Başqa bir iş yerinə keçməyin var. Sadəcə birinci qorxularını yenməlisən. İkincisi komfort zonadan çıxmalısan. Ola bilsin iş yerinə duyğusal cəhətdən bağlı ola bilərsən. Ola bilsin yenə də hər nədirsə, yəni bunun üzərində çalışmalısan. Çünki burada işini dəyişməyə mane olan yan təsirlər ola bilər. İnsanlar fikrindən yayındıran və ya başqa bir səbəblər var. Bunu artıq şəxsi baxımda biləcək. Bu kollektiv açılımdır deyə bunu açsaq töksək də hamı ilə uyğun çıxmır zaten. Belə bir şey var. Amma yəni bu iş yerində əgər düşünürsənsə ki, maaş artımı, vəzifə artımı, o şey təəssüf ki görmürəm. Çox az ehtimal var. Bu qədər aldım, qəbul edim. Ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.